Bura Zabrat dəmir yolu stansiyasıdır. Burada lift işləmir. Bu bir məsələ. Deməli, yalnız biləkəndən qalxmaq lazımdır burada. Deməli, burada heç bir aparat işləmir. Zabrat 2 dəmir yolu stansiyasıdır bura. Və bu işləməməyin səbəbindən bir sürət qatarına minə bilmədik Sumqayıt istiqamətində. Xahiş edirəm, aidiyyatı qurumlar buna cavab versin. Salam xanım. Bilirəm, xanım, mən elə aşağıdan gəlirəm. İşləməmə səbəbini deyə bilərsiniz, mən video çəkiliş edirəm. Bunu müəyyən saytı yerləşdirəcəm. Sizin polisə də demişəm orada. Necə, mən kimiz öz batını niyə törmət almalıyım, niyə gedişməliyim qatara? Səbəbi deyə bilərsiniz. Necə yəni icazə yoxdur, ictimai yerdir bura. Siz də vətəndaşlara xidmət göstərir. Mən də polisə demişəm, bildirmişəm, deyib mənlik deyil. Çək. İldə bir dəfədir, xanım, bunun alternativ yolunu qoymadılar ki, vətəndaş gecikməməlidir işinə. Ay xanım, istəyir bu dəqiqə olsun, anında mən qatara minməliyəmsə, siz onu təmin eləməlisiniz, düzdür? Mən havaya getmirəm ki, pulumu ödəyib gedirəm də. Necə? Mən vaxtımda gəlmişdim, siz buradan keçirsiniz mənim vaxtımda. Mən gelib oradan kuru gelib buradan qalxmalıyım. Liftimiz də işləmir, bu da iki problem. Liftimiz də işləmir, gelib oradan fırlanıb gəlirik. Bizim günahımızdır demək, vətəndaşın günahıdır. Bəs siz görürsünüz, siz qurumu təmizliyə çıxardırsınız. Amma burada sizin də günah yoxdur, siz işçisiniz. Amma qurum günahkardır, yoxsa yox. Mən qayda mənim belə işləyəndə mənim sıralama oldu. Hamılı bir dayanmışam orada yola salıram. Mən neynəməliyim? Yox xanım, buradan koridor yaratmaq olar, orada da gediş ödəmək olar da yəqin ki, çıxışda. Ay xanım, o cəriməni tutan gəlsin aparatını düzəltsin də. Gələcəklər də. Ha vaxt gələcək. Mən işə gedişəndən sonra qatara getsəndə o 15 nəfər gəlsin, 20 nəfər gəlsin, məsələni həll eləsin. Aşağıdan gəlirəm ay xanım mən. İndi mən deyim sizə. Deyirəm ki, mən gecikmişəm. Bunun səbəbi nədir? Səbəbi odur ki, dayanıb da. Dayanıb, onda çıxış yolu yoxdur. Vətəndaşı mühüməsini təmin etmək mümkün deyil deyirsiniz. Düzdürmü? Olan bir şeydir də bu. Hər şey ola bilər. Qəza ola bilər, yolda da olar. Təyyarədə. Ay xanım, hər şey olur. Hər şeyin çıxış yolu var. Hər şeyin çıxış yolu var. Sizin növbətçi briqada var, təmir tikinti üzrə. Ha vaxt gəlir, axşam gələcək, düzdür?